صل على محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد والثناء لله رب العالمين والعاقبة للمتقين ثم الصلاة والسلام على رسول الله الأمين أعني أبا القاسم محمد. اللهم صل على محمد صلى الله عليه وآله وسلم وعلى أهل بيته الطيبين الطاهرين المعصومين سيما ناموس الدهر ولي العصر حجة ابن الحسن عجل الله تعالى فرجه الشريف ولعنة الله على أعدائهم أجمعين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. Selamun Aleyküm ve Rahmetullah. Ağamız, Seyyidimiz, Mevlamız, başımızın tacı, qəlblərimizin nuraniyyəti, İmam-ı Zamanın salamat olması, nazənin qəlbinin bizlərdən razı və xoşnud olması, düşmənlərinin məhvi, zuhur və qiyamının təcilinə salavat. Allahümme salli ala Muhammed və ali Muhammed. Keçən bəhs, deməli, şirk bəhsində ərz elədik ki, düz yoldan xaric olmanın səbəbi elmdir. Baxmayaraq ki, onlar iddia edirlər ki, biz Allah yolunda mücadilə edirik. Həcc surəsindən də 3, 8 və 9-cu ayələri xidmətimizə ərz elədik. Sonra ərz oldu ki, əməldə şirk. Dedik ki, şirk iki cürdür. Bir cəlidir, aşkar şirkdir ki, onlar bütpərəstlərə aiddir. Biri də xəfidir, gizlindir ki, aləmə aiddir. Yəni, mömin, məsəl üçün, qeyri-mömin. Məsəl üçün, bir nəfər şirki cəlisi var, deyək ki, bütə sitayiş edir, həm də riyakardır. Onun bütpərəst, yəni şirk onun həm çölündədir, həm içində. Amma onlar ki, çöldə Allaha tohidi bilirlər və s. bunları qəbul ediblər, mömindirlər. Amma içlərində bəzən nə edirlər? Şirkə düçar olurlar ki, Xudavənd Mütəal Yusuf surəsinin 106-cı ayəsində buyurdu ki, və ma yu'minu aksaruhum billah illa və hum müşrikun. Və keçən dəfə ərz elədim ki, gizlin şirkin nümunələrindən 4-5 dənə sadalayaq ki, bu şirkə aiddir. Birinci, əgər bir nəfər diqqəti Allah olmasa, şəxslərə ya əşyalara müşahidə eləsə və istəsə ki, onun vasitəsi ilə Allaha getsin, çatsın, çata bilməz. Bu şirkdir. Mən istəyirəm tohidi isbat edeyim. Şəxslərin ya əşyaların vasitəsi ilə güya istidlal götürürəm, dəlil götürürəm ki, Allahı tohidin eləyim, isbat edeyim, amma diqqətim Allahda deyil. Bunu ki, bu şirkdir. Bəzən beləncənə nümunələr var. Riyakardır, riyakar. Amma özünü cəmaata göstərmək üçün güya elmin vasitəsi ilə Allaha nə edir, isbat eləyir. Riya burada səbəbdir ki, nədir? Bu şirk eləyib. Çünki gizlin şirk riyadır. Riya nədir? Riya özünü başqasına göstərməkdir. Özünü başqasına göstərsən. Bu riyadır. Misal üçün, mən evdə namazı, məsələn, zöhr namazı 4 rükətdir, evdə 1 dəqiqə qılıram, məscidə gəlmişəm, 5 dəqiqə qılıram. Qoy cəmaat görsün ki, nədir? O, aramla namaz qılandır. Bu, orada, belə deyək də, Allah üçün olmadı niyyət. İbadət digərlərinə ibadəti göstərmək üçündür. Riya budur. Burada da Allah nəzərə alınmır, şəxslər nəzərə alınır, əşyalar nəzərə alınır, güya onun vasitəsi ilə istidlal edirsən, dəlil götürürsən, sabit eləyəsən ki, Allah təkdir. Ki, bu şirki xəfidir, gizlin şirk.
Allah nəzərə alınmasa, məsəl üçün İmam Cəfər Sadiq əleyhissalamdan rivayət var. Demişik sizə. İmam Sadiq əleyhissalam buyurur ki, bu aləmdə mən heç bir şey görmürəm. Heç bir şey görmürəm məgər ondan qabaq Allahı görürəm. Onun ilə bir yerdə Allahı görürəm və ondan sonra da Allahı görürəm. Bu istəyir ki, əvvəldə Allahı görmədən sonda Allahı neynəsin göstərsin. Bu şirki xəfidir. Çatdırdım fikrimi? Yəni diqqəti Allah deyir. Diqqəti Allah deyir. Yəni belə deyək də Allahsız hərəkət eləyib, Allahsız yola çıxıb. Sonda Allaha necə çata bilərsən? Buna deyirlər şirki xəfi. Əgər problem qalsa bu fikirdə, dərsdən sonra biraz danışarıq. Əgər mömin buna düçar olsa ki, gizlin şirkdir, mömin bilməlidir ki, bu gizlin şirkdir. Möminsən axısan. Möminsən, sən hər şeydən əvvəlcə Allahı bilməlisən. Hər şeydən əvvəl, öncə Allahı bilməlisən. Diqqətin Allah'a olmalıdır. Əgər başlanğıcda Allah yoxdursa, ortasında, sonda sən Allah'a çata bilməzsən. Yəni orada şirk var. Şirki xəfi. İkincisi, bəzi insanlar var malla, məqamla, elmlə özlərini neynirlər? Şirki xəfiyə salırlar. Qəsəs surəsinin 78-ci ayəsində qalə Qarun, əlbəttə Qarun sözü orada yoxdur ya, məndəndir. İstəyirəm deyim ki, yəni Qarun dedi. Qalə dedi, yəni Qarun, innəmə utituhu alə ilmin indi. Yəni mən qazanmışam, elmimin vasitəsilə mən bu milyardları qazanmışam. Yəni Allahlıq burada bir şey yoxdur. Çəkdi məsələnin üstünə. Bu da şirki xəfidir, gizlin şirkdir. Əlbəttə Qarunda çöl şirk də var idi. Düzdür? Qarun bütpərəst idi. Çöl şirk də var idi onda, yəni şirki cəli də var idi, aşkar şirk də var idi. Hətta içində də nə var idi? Şirk var idi. Bunu göstərdi. Buna şey deyirlər də ənəniyyət. Özünü öz istiqlaliyyətin neynədi? Elan elədi. İstiqlaliyyət. Bu istiqlaliyyət bəhsin inşallah gələn dərs bu bəzi firqələr ki var, özlərini müsəlman adlandırırlar, məsələn Vəhabilər. Onlarda ibadət bəhsində ki o istiqlaliyyət bəhsi var. O istiqlaliyyət bəhsində biz də deyirik elə nədir? Şirkdir. Onlar elə bilir ki biz onu demirik. Məsələn təvəssül bəhsində məsələn biz nədir? Əmirəl-möminini bağlanırıq. Amma Əmirəl-möminini istiqlal elan etməmişik. Əgər istiqlal hər hansı bir şiə Əmirəl-möminini Allah yanında istiqlaliyyətin elan eləsə müşrikdir. Bunu elə şiədə deyir. Biz onun istiqlaliyyətini nədir elan etməmişik. Orada ubudiyyət və ibadət bəhsi var ki inşallah qalsın ora. Bəs ikinci nədir? Bəzi insanlar malla, məqamla, öz elmləri ilə məsələni öz üstlərinə çəkirlər, istiqlaliyyət elan edirlər. Üçüncü, bu bizdə də ola bilər. Məsələn, biz cəmiyyətdə eşitmişik bunu. Deyir, əvvəl Allah, sonra sən. Olmasaydım, mən batmışdım. Bu şirki xəfidir. Yəni, bunu elan eləmək mümkün deyil. Elan eləsən, yəni Allaha paralel kimisi nədir? Götürdün, əvvəl Allah, sonra sən. Dördüncü elə açıq-aşkar riya. Orada riya deyildi, başqa bəhs idi. Sadəcə olaraq riya kimi göstərdim onu. Dördüncü də riya özü nədir? Açıq-aşkar şirki xəfidir. Beşinci sümüə. Bunu da deyim. Mən təzə bəhs istəyirdim girəm əslində. Amma görək də. Bax, qalsın elə. Sümüə. Allah üçün olmayan əməli kimisi qulağına çatdırmaq. Allah üçün olmayan əməli. Əgər bir adam bir əməli Allah üçün eləyibsə, o istəməz o əməl zay olsun. Düzdür? Onu sümüə deyirlər, sümüə. Sinlə. Sümüə yəni kiminsə qulağına sözü çatdırmaq. Filan işi gördüm. Əgər Allah üçün eləmisənsə, bilirsən, kiminsə qulağına onu çatdırdın, o batıl olacaq. Onu deməzsən. Deyirsənsə, deməli, əməl Allah üçün olmayıb. Bəs o əməli Allah üçün eləmişəm, yoxsa yox.
bilmək istəyirəm. O yollardan biri hansıdır? Odur ki, mən əgər etdiyim əməldən batil olmasın deyə muğayyət oluramsa, deməli mən onu Allah üçün eləmişəm. Və mən bilirəm başqasının qulağına bunu çatdırsam, bu əməl qüvvədən düşəcək. Nədir? Deməli əvvəldən Allah üçün olmayıb. Bu da orada. Keçək təzə bəhsə. Başqa çarəmiz yoxdur. Burada biraz diqqətli olarıq. Fikrimizi cəmləyək. Burada artıq təvhid və şirk söhbətləridir. Daxil oluruq xırda-xırda həmin o qəliz yerlərə. Allah qismət eləsin. Burada bu bəhs, deməli, təvhid və şirkin sərhəddi. Mövzunun adını belə qoyuram. Təvhid və şirkin sərhəddi. Yəni, təvhidin özünün neyi var? Sərhəddi var. Sərhəd nə deməkdir? Hədd təyin olunmuş bir xəttdir. Sər baş deməkdir. Yəni, həddin başlanğıcı. Bir şeyə ki, sərhəd qoyursan, yəni başlanğıc qoyursan. Yəni, buradan başlayır. Məsələn, biz sərhəddə nə deyirik? Yəni, bizim vətənimiz sərhəd. Yəni, buradan başlayır. Başlanğıc həddimiz buradır. Təvhidin də nəyi var? Sərhəddi var. Şirkin də nəyi var? Sərhəddi var. Yəni, əlbəttə, bunu da deyim, bəhsini eləmişik. Ümumiyyətlə, şirk söhbəti yoxdur. Şirk yoxdur, təvhid var bu aləmdə. Şirk yoxdur. Bəs şirk bəhsi təvhidin əksi olduğuna görə adlandırmışıq onu. Və illa şirk yoxdur. Xudavənd Mütəal buyurur ki, mənim şərikim olsaydı, mənim ondan xəbərim olardı. Mənim şərikim olsaydı, mənim ondan xəbərim olardı. Yəni, olan şeydə mənə xəbərim var. Yəni, yoxdan kimin xəbəri var ki, deyəsən, Allahın xəbəri yoxdur. Yəni, bir şeydən Allahın xəbəri yoxdur, nəuzubillah. Hə? Yoxdur axı bu. Bir şey ki, yoxdur, ədəmdir. Ədəmdən sənin də xəbərin yoxdur. Allahın da xəbəri yoxdur. Allah deyir, mənim şərikim olsaydı, mənim ondan xəbərim olardı. Yəni, şirk söhbəti yoxdur. Amma bəzi insanlar gəldilər, təkviniyyatda yox, təşriiyyatda nə edilər? Allaha şərik qoşdular. Bəzən nəfslərini ki, şirki xəfi, bəzən zahirdə elə bütləri nə edilər? Allah qatında dedilər ki, bunlar Allah qatında biz vasitə qərar verdik bunları. Bu vəhabilər var ki, bunlar xüsusi bir firqədirlər. Adlarını müsəlman qoyublar, amma firqədirlər bunlar. Cərəyandılar, demək olar. Bunlara təriqət demək olmaz ki, bunlar bir təriqətdir. Çünki təriqət yol deməkdir. Bunların yolu yoxdur. Ta deyəsən ki, bunlar təriqətdir. Amma deyəsən, cərəyandır bunlar. Ya deyərsən, firqədirlər bunlar, firqə. Məsələn, 73 olacaq. Ağa Rasulullah buyurdu mənim ümmətim. 73-dən biri də nədir? Bunlardır. Ki, Ağa Rasulullah buyurdu ki, biri nicat tapan firqədir. Qalanlar nədir? Batildir. 72'si batildir. Zarafat deyil. Bu həyəcan siqnalıdır elə bil insana. Ki, insanlar bilin. Yəni, bu İslam aləmində 2 milyard insan, müsəlman ki var, təqribən 2 milyard müsəlman var bu aləmdə. 2 milyard insan nə qədər firqə varsa, bu hədisi bilir. Bu hədisi bilir və qəbul edir. Ki, Peyğəmbər buyurub, Həzrəti Musanın ümməti 71, Həzrəti İsa'nın ümməti 72 firqə, mənim ümmətim 73 firqə olacaq. Bunu bütün firqələr qəbul edirlər ki, belədir və hər firqə özünü nicat tapan firqə adlandırıb. Firqə-i naciyə deyirlər ona. Nicat tapan firqə bir dənədir. Hamısı dedi ki, mənəm. Amma əslində Xudavənd Mütəal, belə deyək, həqiqət onun yanındadır. Peyğəmbərinin və imamlarının yanındadır həqiqət. Ki, haqq firqə hansıdır? Nicat tapan firqə hansıdır? Əslində mən onu elan elədim də. Yəni imamların yanında. Həqiqət onların yanındadır. Deməli, haqq firqə nədir? Şiə tərəfidir. Bu 73-dən biri nicat tapan firqə.
çox həssas bir fikri məsələlərdir. O qədər məsələ zərif və lətifdir. Siz sosial şəbəkədə Vəhhabilərləmi, kiminləmi o diskussiyalar ki var, baxırsınız. Mən də baxmışam, seyr eləmişik onları. O zərif və lətif yerlər deyil. O ümumi görsənən şeylərdir. Bilinir ki, bu ağdır, bu qara. Amma tövhid bəhsində, şirk bəhsində bu məsələlər çox lətifdir. Zərifdir, zərif. Yəni o qədər nazikdir ki, görsənməz. Necə günəş batmamış ya gün çıxmamış ağ sap, qara sapdan seçilməz. O bir hədd var. Burada, yəni onların o firqənin və Şiə məzhəbinin, yəni həqiqətin, demirəm adı Şiəyə qoymuram, həqiqətin tərəfində zərif ayrılıqlar var. Zərif, təsəvvür edirsiniz? Misal üçün biz deyirik ki, ubudiyyət və ibadət arasında fərq var. Onlar deyir ki, ubudiyyət elə ibadətdir. İbadət elə ubudiyyətdir. Məsələn, biz deyirik ki, ilah başqadır, məbud başqa. Lüğət olaraq. Bunlar başqadır. Amma onlar deyir ki, ilah elə məbuddur. Məbud elə ilahdır. Amma əslində bunların neyi var? Fərqləri var. Fərqlərini biz əgər tapa bilsək, göstərə bilsək, onda bəlli olacaq müşrik kimdir? Tövhidçi kimdir? Bəlli olacaq, məsələn, Əmir-əl-Mömininin qəbrini öpməyin heç bir problemi nədir? Yoxdur, o bəlli olacaq. Ona görə bu bəhslərin hamısını qabağa salmışdıq. Şirki xəfidir, şirki cəlidir, elmsiz Allah yolunda mücadilə etməkdir və s. Onların hamısını əvvəldə dedik ki, bunlar müqəddimələrdir bu bəhs üçün. Deməli, tövhid və şirkin mərz və sərhəddir. Burada birinci məsələ. Ən əhəmiyyətli və ən mühüm məsələ tövhid və şirk məsələsində sərhədi təyin etməkdir. Birinci sərhədi təyin edərlər. Sərhədi təyin edəndən sonra məsələ çox aydındır. O sərhədin təyin olunması, yəni müəyyən olunması. Təyin sözü deyəndə hər hansı bir şeydir, mən təyin elədim, yəni müəyyən elədim. Müəyyən elədim. Müəyyən elədim, yəni mənə əyan oldu, aşkar oldu ki, bu budur. Təyin bu deməkdir də. Təyin elədimsə, mən bir şeyi istəsəm təyin eləyim, nə ilə təyin eləyə bilərəm? Elmlə təyin eləyə bilərəm də, düzdür? Əqidəni mən nə ilə təyin edə bilərəm? Elmlə. Elm ağılın çırağıdır. Ağıl deyəcək, mən elmlə təyin etdiyim şeyə ki, təyin olundu yoxsa yox, onu ağıl nə edəcək? Təsdiq eləyəcək. Deməli, ağıldır, elmdir. Bunlar hər hansı bir şeyi təyin etmək üçün, müəyyən etmək üçün, onu əyan etmək üçün, aşkar eləmək üçün, onu dərk eləmək üçün bizə nə lazımdır? Elm lazımdır ki, müqəddiməsini qursun, isbat eləsin və ağıl nə eləsin? Nöqtə qoysun ki, bu şirkdir, yoxsa yox. Bu tövhiddir, yoxsa yox. Qabaqda deyəcəm, Vəhhabilərin tövhidə tərifi, bizim tövhidə tərifimiz. Bunlar baxacaq görün fərqli şeylərdir. Bəs birinci məsələ budur. Tövhid və şirkin ən əhəmiyyətli yeri onun mərz və sərhəddinin təyin olunmasıdır. Çünki bəzi insanlar var, həqiqəti olmayan illətləri bəzi məfhumların arasına yerləşdirib insanları həqiqətdən uzaqlaşdırmaq üçün istifadə edirlər. Belədir də. Burada söz oyunu var əslində. Bunlar söz oyunu oynayırlar.
Məsələn, o bəhslərdə bir dəfə biz demişdik ki, dedi ki, la ilahə illallah, dedi ki, Allahdan başqa məbud yoxdur. O dedi ki, xeyr, düz demirsən. Orada demişdi də, düz demirsən. Yaxşı, bəs nədir bu? Demək yaxşı. Deyir ki, Allahdan başqa uluhiyyət və məbudiyyətə layiq olmayan varlıq yoxdur. Görsən hardan deyir? Cümləni uzadır. Mübtəda ilə xəbəri itirir. Təyini söz birləşmələrinin arasında. Sən də bilmirsən ki, bunun mübtədası harda qaldı, xəbər harda qaldı. Məsələn, bunlar Quran ayəsinin niyə ortasından bəzi çıxartırlar? Əvvəlin və axırın kəsirlər. Niyə kəsirlər? Çünki Quranın bir ayəsi ayə olaraq düşünülür. Əgər sən Quran ayəsini kəsirsənsə əvvəlin, axırın, ayə olaraq məfhumu itirirsən. Məsələn deyirlər ki, Əli də haqq idi Muaviyyədə. Bunlar müharibə eləyib axı. Siffeyndə ikisi müharibə eləyib. Deyir, Əli də haqq, Siffeyndə Əli də haqqdır, Muaviyyə də haqqdır. Ayə-i Hücurat surəsi. Nə var Hücurat surəsində? Deyir, iki mömin dəstə qalxsalar bir-biri ilə müharibəyə. İki mömin dəstə. Demək, Əli də mömindir, Muaviyyə də mömindir. Hə? Ayəni kəsdi. Ayənin dalı var axı. Ayənin dalı nədir? Ayənin dalı budur. Araya girin, islah edin. 1. Və intağa birdən o iki mömin dəstədən biri islah olmasa, tüğyan eləsə, öldürün. Bu ayədən sonraki ayə. Bu davəndə mutalib ki, innəməl müminuna ixvətun. Möminlər qardaşdır. Gördünüz? Bunlar ayələri kəsirlər. Əvvəlin, axırın kəsib, ortasını çıxartırlar. Mübtəda xəbəri itirirlər. Mübtəda xəbəri itirdiyin cümlə nədir? O ubuhətindən, heybətindən, heykəlindən düşür. Heykəlindən düşdü, lazım olmayan cümlələri ortalığa salacaqlar və əqidəvi aradan aparacaqlar. Onların işləri budur. Burada diqqətli olmaq lazımdır ki, əvvəldə təyin eləyə biləsən. Allahı elmlə, ağılla, qəlblə təyin elədin, tohidin mərzin, sərhəddin təyin elədin ki, bura qədər mən gələ bilərəm, hə? Ora qədər nə qədər gəlsən get. Get Əlinin qəbrinə, Əmir Əl-Möminin qəbrinə, əlvi sürt üzvə. Heç bir problem yoxdur. Niyə? Çünki sən tohidin sərhəddini nə eləmsən? Təyin eləmsən. Sən bilirsən ki, Əli ibn Əbi Talib istiqlaliyyət elan etməyib, nə özü, nə mən Əli ibn Əbi Talibi müstəqil varlıq elan etmişəm ki, nə olsun əməlimdə? Şirk olsun. Problem onlardadır. Ona görə ərz elədim ki, ubudiyyətlə, üzr istəyirəm, bəli, o ubudiyyət, uluhiyyət yox, ubudiyyətlə ibadətdə fərq var. Ona görə deyirəm, o qədər zərifdir bunlar. Çox danışacağım biraz. Biraz çox danışım ki, daha aydın olsun məsələ. Uluhiyyət nədir? Uluhiyyət, yəni ilahlıq. Allah ilahdır. Bizim ilahımızdır Allah. Allah sözünün kökündə nə var? İlah sözü var. Ələhə. Ələhə ilah deməkdir elə. Allah sözünün lüğətdə kökü məhmuzul fadi. Məhmuzul fadi deyirlər ona. Əlif, lam, bir də hə. Əlif, lam, hə. Allah sözündür. Sadəcə olaraq ora təşdid gəlib, lamı nə eləyib? İkiliyib, olub Allah. Əslində, əsli kökü də əl-ilahdır. Olub Allah. Düz deyirəm? Əl-ilah. Yəni, bu necə ki, Allah sözünün kökündə ilah sözü var, uluhiyyət deyəndə, uluhiyyət yəni ilahlıq. Ki, o kimdir? Bizim bildiyimiz Allah.
uluhiyyət deyirlər. Ubudiyyət nədir? Ubudiyyət bəndəçilik məqamıdır. Ubudiyyət. Əgər bir nəfər ubudiyyət məqamına yetişibsə, onun məbudu var. Uluhiyyət başqadır. Məbud, yəni ilah başqadır, məbud başqadır. Bildiniz necə? Bunlar başqa-başqa şeydir. Bunlar bir dənə bilək, sinonim deyirlər, antonim deyirlər. Sinonim də deyirlər. Mutaradif deyil. Yəni, sən deyə bilməzsən ki, mən ibadət edirəm Allah qabağında. İbadət edirəm. Və bu ibadət sözünün kökündə zillət var. Xuzu və xuşu var. Ubudiyyət məqamına çatmışam Allah qabağında. Orada da xuzu, xuşu və nə var? Zillət var. Xeyr. Deyir, ubudiyyət kəlməsi insana zillət məqamını Allah qabağında, zillət məqamını, xuzu və xuşunu çatdırmır. İbadət çatdırır, o çatdırmır. Yəni, ibadət ubudiyyət kəlməsindən üstündür. Bunları niyə danışıram mən? Bunları görə biz başa düşək ki, sonraki məsələləri nə edək? Başa düşək də, bizim üçün rahat olsun. Deməli, təvhid və şirk sərhəddini təyin etmək ən əhəmiyyətli. Tezdən deyirəm. Təvhid və şirk sərhəddini təyin etmək ən əhəmiyyətli mövzudur. Çünki bəziləri həmişə həqiqəti olmayan çıxarışları illət kimi bəzi məfhumların arasından çıxartıb o birisi məfhumların arasına salır. Bunu şey kimi göstərmək istəyirəm ha, nümunə kimi. Nəinki, yəni bəhsimizə aid deyil. Sadəcə olaraq fikrimi çatdırmaq üçün. Məsələn, bir dənə hədis var. Fikri məsələlər belədir də, təharət, namaz, oruc, zəkat, xums. Bunlar ayrı-ayrı mövzulardır. Hər mövzunun da özünün hədisi var. Düzdür? Məsəl üçün, namaz haqqında 1000 də hədis. Mən bu hədisi inkar edə bilmirəm. İnkar edə bilmirəm. Kitabdan çıxarta bilmirəm. Amma nə edirəm? Hədisi, hansı ki namaza aiddir, aparıb atıram zəkat fəslinin içinə, orada gizlədirəm. Bildiniz necə? Sabahları mən namaz bəhsini oxuyanda ki, o hədisi burada görmürəm, görməyəndə nə deyim, məhtəl qalıram. Orada ilişirəm. Sonra soruşuram, axı, belə bir hədis var idi. Onda hələ gizlədir, demir. 1 deyirsən, 2 deyirsən, 3 deyirsən. Sonra gəlib kitabı qurdalayanda, məsələn, Səhih Buxarını. Qurdalayanda gəlib görsən ki, bu namaz bəhsində olmalıydı. Bu gedib çıxıb hansı bəhsə? Atıb başqa bir mövzuya. Çünki sən namaz fəslin babını açanda namaza aid nə var? Burada oxumalısan. O orada nə gəzir? O hədis orada nə gəzir? Bildin necə? Orada olan hədislərdən biri budur. Deyir ki, İbn Abbas nəql edir. Məsciddə idik. İbn Abbas məşhurdur da. Bütün firqələr hamısı İbn Abbasındakı kişidir. Qəbul edirik. İbn Abbas deyir, məsciddə idik. Zöhr azanı verildi. Ağa Rasulullah durdu, zöhr namazını qıldı. Ardıcan qalxdı, əsri qıldı. Biz soruşduq Ağa Rasulullahdan. Yəni həmişə ayrı-ayrı ki qılırdı zöhr əsri. Biz soruşduq Ağa Rasulullahdan. Buradakı problem yoxdur. Yəni, əlbəttə ki, Ağa Rasulullah qılıbsa problem yoxdur. Hə? Bu hədisi namaz fəslinin içindən çıxartıb, aparıb atıblar Səhih Buxarıda başqa bir baba. Gizlədə də bilmir bu hədisi.
Amma orada gizlədir. Yəni kitabın içində başqa bir fəsildə gizlədir. Bir nəfər ammədən, ammə deyəndə yəni hədisdə ammə var, bir xassa. Ammə deyəndə yəni əhli təsənnün, xassa deyəndə yəni imamiyyə. Belə. Ammə alimlərindən biri Mötərizə açır. Yazır ki, yağış yağdığına görə Peyğəmbər namazı birləşdirdi, Mötərizəni bağlayır. Əhli təsənnün fiqhində